Hazırsansa başlayaq. Hazıram, başlayaq. Belçika Napoli asandan başlayacağım. Romelu Lukaku. Əslində bir Qalatasaraylı olaraq səndən Mertens seçəcəyi gözləyirdim. Dedim də. Ha. Mən Belçikada Arsenalda oynayan Leandro Trossard'ı demək istəyirəm. Mənim Qalatasaray'a söz dediyin üçün bir dənə qurme isim deyəcəm. Inter, Arsenal, həm də Qalatasarayda oynamış Lukas Podolski. Mən Inter və Milanda oynamış Hakan Çalhanoğlu'nu demək istəyirəm. Türkiyənin qüruru. Açığı Napoli Argentina bağlamalıyam. Bir neçə oyuncu bilirəm, amma Napolinin dünya futboluna elədiyi ən böyük satışlardan biri Gonzalo Higuain. Açığı mən səndən əfsanə isim, Argentinanın əfsanə ismi Maradona'nı gözləyirdim. Napolinin ilk dəfə çempion eləmiş oyuncunu. İndi mən Inter və Napolidən bir oyuncu seçməliyəm ki, imkan verim ki, sən oradasan. Mən düzdür, sənin seçdiyin oyunçunu seçəcəm bu səfər. Interdə, Napolidə oynamış Lukaku'nu deyəcəm. Deyəsən də sona Argentinalılar qalıb. Düşünürəm Milan Argentina, Arsenal Argentina. Hazırda ağlıma gəlmir. Mən də Milanla Belçika oynayan Divock Origi-ni demək istəyirəm. Sən gözləyirdin Milan Argentina bağlayasan açığı. Mənim çünki bu vərəfədə ağlıma gəldi. Bir zamanlar Başakşehirdə də oynamış Biglia. Ücret çətin vəziyyətdir. Arsenalda və Argentinada oynamış oyunçunu tapmalıyam ki, sən bu oyunda qalib gələ bilməyəsən, Rəşid. Açıq tapa bilmirəm. Yəqin tapamayacağam, məndən bax. Troll açığı mənim də Argentina, Arsenal heç ağlıma gəlmir. Arsenal azarkeşlərindən üzr istəyirəm. Gəl belə eləyək, sülhlə qutaraq. İzləyicilərimiz kommentdə yazsınlar.